düzgün qidadan başlayır. Bitki əsaslı qidalanmanın mənfi təsirləri və faydaları. Vegetarian qidalanma və həyat tərzi çoxlu xroniki xəstəliklərin riskini azaltmaqla tanınır və bu xəstəliklər artıq dünyada əsas xəstəlik yükünü təşkil edir. Lakin bunun birbaşa tibbi xərcə təsiri əvvəllər heç vaxt hesablanmamışdı. Budur nəticələr. Diş müalicələrinə xərclər eyni idi. Amma siqaret çəkməyən və alkoqol istifadə etməyən ət yeyənlərlə müqayisədə vegetarianların xəstəxana, poliklinika və ümumi tibbi xərcləri əhəmiyyətli dərəcədə daha aşağı idi. Bu isə göstərir ki, daha çox bitki əsaslı qidalanma səhiyyə xərclərini azaltmaq üçün effektiv strategiya ola bilər. Nəticələr belə bölgülənirdi. Yüksək qan təzyiqi və yüksək xolesterin kimi həyat tərzi xəstəlikləri üçün xərclər xeyli aşağı idi. Bu məntiqlidir. Tam bitki qidalarına əsaslanan pəhriz, xolesterin, triqliseridlər və sistolik-diastolik təzyiq göstəricilərini hədəflərə uyğun olaraq müvafiq şəkildə 93%, 97%, 88% və 95% hallarda təmin edirdi. Hətta depressiya ilə bağlı tibbi xərclərdə təxminən 50% azalma vardı. Bu maraqlıdır. Həmçinin digər sahələrdə də xərclər daha aşağı idi. Cerebrovaskular diziz. İnsultun başqa adıdır. Axı o tədqiqat yox idimi ki, vegetarianlarda insult riski yüksəkdir? Bəli, amma həmin nəticə 2 sonraki tədqiqatdan əvvəl idi. Daha yeni tədqiqatlar göstərdi ki, vegetarianlarda insult riski əslində daha aşağıdır və az da yox. İşemik insult, yəni ən yaygın laxtalanma tipli insult üçün vegetarianların riski təxminən 60% daha aşağı idi. Hemoragik insult, yəni beyində qanaxma üçün isə risk 65% daha aşağı idi. B12 çatışmazlığı səbəbindən homosisteinin daha yüksək olmasına baxmayaraq, bütün böyük tədqiqatlar üzrə sistematik analiz aparanda görünür ki, vegetarian pəhrizi işemik ürək xəstəlikləri və ümumi xərçəng riskinə qarşı qoruyucu təsir göstərir. Vegan pəhriz isə xərçəng riskini təxminən 2 dəfə daha çox azaldır. Başqa cür də baxa bilərik. Vegetarianlığı dayandırıb yenidən ət yeməyə başlayanlarda nə baş verir? Adventist sağlamlıq tədqiqatı bunu araşdırdı və nəticə belə oldu. Vegetarian olaraq qalanlarla müqayisədə 231% daha çox çəki artımı riski, 166% daha yüksək, diabet riski, 152% daha çox, insult riski, 146% daha yüksək, ürək xəstəliyi riski və əgər ət yeməyə davam etsəniz, ömür uzunluğunuz təxminən 3 il yarım qısala bilər. Yəni təkcə əti azaltmaq yox, tam dayandırmaq daha yaxşıdır. Amma bu, ya hamısı, ya heç nə yanaşması deyil. Bitkiyə doğru hər addım faydalıdır. Bitki yönümlü qida nümunələri ümumi ölüm riskinin azalması ilə əlaqələndirilir, yəni daha uzun ömür. Bu qrafik, pro-vegetarian eating səviyyələrinə görə ölüm riskinin necə azaldığını göstərir. Yəni, nə qədər çox bitkiyə yaxın qidalanırsansa, risk o qədər düşür. Bəs risklər nədir? Protein çatışmazlığı qorxuları var. Amma tam bitki əsaslı qida ilə gündəlik 50 qram protein almaq mümkündür. Dünyada ət yeməyən 1 milyarddan çox insan var və heç bir problemi yoxdur. B12 isə real problemdir. Mütləq etibarlı mənbə lazımdır. Mənim videolarımda bunun üçün tövsiyə etdiyim yollar var. Başqa bir fayda da var. Pandemiya viruslarının heyvanlardan insanlara keçməsi. Amma bitkilərdən virus keçmir. Məsələn, heç vaxt ağcaqayın xəstəliyi ilə xəstələnmirik. Dünyanın ən böyük və qədim qidalanma ekspertləri təşkilatı deyir. Bitki əsaslı pəhriz həyatın bütün dövrləri üçün uyğundur və bir çox xəstəliklərin qarşısını almaqda və müalicəsində faydalı ola bilər. Vegetarian və veganlar aşağı riskə sahibdir. İşemik ürək xəstəliyi, tip 2, diabet, yüksək qan təzyiqi, bəzi xərçəng növləri, piylənmə və daha çox məlumat üçün insanların etibarlı saytları yoxlaması tövsiyə olunur. Loma Linda İctimai Sağlamlıq Məktəbinin sabiq dekanı demişdi.
Vegetarian qidalanmaya münasibət əvvəlcə istehza və şübhə ilə başladı. Sonra dözümlülüyə, daha sonra məcburi qəbul edilməyə, sonda isə təqdirə çevrildi.